Amuzişi ahəngi Sultanı Qəlbiha. Əvvəliminci bölüm. Kökümüz redir. Orta simlərinin, az simlərinin səsi biri olacaq. Tuner ilə hesablasaq, az simlərimiz D olacaq. İngilisi D hərfi olacaq. 2000-ci simlərdə D olacaq. Müntəha edə bilsək, əgər ortada iki simimiz olsa, birin zir halətdə eləyək, birin bəm halətdə D. Üst simlərimizdə C olacaq. Əvvəl qismətinin çalğısını çalım, sonra keçək amuzişə. Keçək amuzişə. Bu ahəngimizdə kökümüz ki, re oldu. Bəyat Şiraz dəstgahındadır bu ahəng. Re bəyat Şirazıdır. Pərdələr ki, işlənəcək bəmdə do'muz, do diyez olacaq. Yəni baş barmaqdan tutanda əvvəl pərdənin do diyez olur. Pəs üstdən əmənə do desək, mənzur bu pərdədir, do diyezdir. Bəqiyə öz pərdələr yerindədir, ta gəlir si bemolda da, sidə də si bemol işlənəcək. Zildə də do. Həm do özü işlənəcək, həm do diyez halətdə işlənəcək. Başlayaq indi iki mizanı əvvəli. Əvvəli sukutdur, sukutun yerinə sukuta esləyirik notxanı da. Bir dənə orta simə də vura bilirik. Es ya orta simə vururuq, ya sukut edirik. Notunu oxusaq, es, re, mi, fa, la. Sukut, yəni sonra re, ras mizrab, mi. Mi bekar özüdür, ras mizrab. Fa eləyə bilirik, 2 ilə də vuraq və 1 ilə də yenə vuraq. Mən burada 2 ilə vururam fa. Sonra birinci barmaqla. Pəs oldu re, mi, fa, la. Bu halətdə gələcək. Re, mi, fa, la. La da az məşqimiz olur. Keçirik idaməsinə. 2 dəfə si bemol, la. Si bemolda ras mizrab, la da termol olunacaq. 2 dəfə poşt sərhəm. Si, la, si, la. Bu halətdə gedək iki mizanı bədiyə.